Kağız və elektron sənəd əkizdir, amma surət deyil. Bəs eyni sənəd həm kağızda, həm də elektron formada mövcuddursa, onların bir-birinə münasibəti necədir? Qanun bu vəziyyəti də aydın şəkildə tənzimləyir. Söhbət elektron imza və elektron sənəddən gedir. Əgər eyni şəxs tərəfindən eyni məzmunlu sənəd həm kağız daşıyıcıda, həm də elektron formada tərtib edilirsə, onlardan biri digərinin surəti sayılmır. Elektron sənəd haqqında qanuna görə hər biri müstəqil sənəddir və bərabər hüquqi qüvvəyə malikdir. Bunu daha aydın təsvir etmək üçün belə bir senaryo düşünün. Tərəflər arasında hüquqi müsahibə yaranır, mübahisə yaranır daha doğrusu və bir tərəf məhkəməyə əl ilə imzalanmış, çap olunmuş müqaviləni, digər tərəf isə eyni müqavilənin gücləndirilmiş imza ilə imzalanmış PDF faylını təqdim edir. Qanuna görə məhkəmə hər ikisinə bərabər hüquqi qüvvəyə malik müstəqil orijinallar kimi yanaşmalıdır. Bununla belə, bu elektron sənədin kağız üzərində hüquqi qüvvəyə malik surətinin yaradıla bilməyəcəyi anlamına gəlmir. Qanunvericiliyə görə elektron sənədin xarici təqdimat formasını, yəni vizual görüşünü çap edib müvafiq qaydada təsdiqlənməsə, onu hüquqi cəhətdən etibarlı kağız surətini hazırlamaq mümkündür. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.